Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayran ve derlesin. Ettiğiniz cami ibadetleri de öz dergahında Kərbəla şəhərlərinə, əhl-i beytə xatiri qəbul eləsin. Mən bu gün edəcəyim söhbəti dünənləri edəcəkdim, amma üzürlü səbəblərdən dünən edə bilmədim. İndi bu dünya belədir də, dünyanın işləri qurtarmır. Ona görə də əvvəl istəyirəm, hamınız bilirsiniz də, Əli Əleyhisselamın dünə şəhadətə yetişən günü idi. Möminlərin və şiyələrin əmiri Əli İbni Əbu Talibin aldığı qılın zərbəsindən sonra şəhid olduğu gün idi. Dünənləri bu hüzünlü gün münasibəti ilə başda İmam-ı Mehdi Əcəlallahu Fərci Şərif ağamız olmaqla bütün mömin kişi və xanımlara və Əli Əleyhisselamın özünə imam kimi qəbul edən bütün müsəlmanlara baş sağlığı ərz edirəm. Bildiğiniz kimi söhbətimiz Cənab-ı Qasımın söhbətidir. Bugün Cənab-ı Qasımın meydana getməsindən və Əzraq Şam-ı Məlunla döyüşməsindən söhbət edəcəyəm Allahın izni ilə. Fazil-i Dərbəndi mərhum, amma onu da deyim, əvvəldə bir dənə İmam Həsən Əleyhisselamın fəzilətindən burada qeyd olunub, onu da sizin nəzərinizə çatdırım. Çünki İmam Həsən Əleyhisselam Cənab-ı Qasımın atası idi. Burada söhbət Cənab-ı Qasımdan getdiyi üçün müəllif arada İmam Həsən Əleyhisselamın bəzi fəzilətlərindən də kitabda qeyd edib. Ona görə mən də belə məsləhət bildim özümdə ki, mən də onu sizin nəzərinizə çatdırım. Fazil-i Dərbəndi mərhum nəql edir. Bu hədisi Mənaqib kitabından ki deyir, İmam Həsən Əleyhisselam bir gün cəmaat ilə yağış yağdırmaq qəsdi ilə müsəllaya çıxdılar. Müsəlla bilirsiniz də, Ərəbistan ölkələrində bəzən yağış olmazdı, quraqlıq olardı. Elə olan halda həmən məhəllənin, ya o rayonun, ya kəndin hər hansı bir yer olursa olsun, oranın ən, qabaqcıl deyən, yəni Allaha yaxın olan bir insanı qabaqda durub, yəni namaz qılardı. Bütün əhali də, o məhəllənin insanlar da onun arxasında dayanardılar və Allaha yalvarardılar. Və həmən adamın, ya o cəmiyyətin xatirinə də Allah Teala yağış göndərərdi. Burada da qeyd etmişəm də, müsəlla odur ki, Ərəbistan ölkələrində bəzən quraqlıq olur, yağış yağmır. Ona görə də bütün insanlar yaşadıkları ərazidən kənara çıxıb yağış yağdırmaq qəsdi ilə namaz qılırlar və bu səbəbdən yağış yağır. Xülasə İmam Həsən Əleyhisselam namaz qılıb, ravi deyir, gördük elə yağış yağdı ki, dayanmaq mümkün olmadı. Ravi də bilirsiniz də, həmən söhbəti edən adama deyilir. O hadisəni danışana ravi deyilir. Elə ki, Cənab-ı Qasım meydana gəldi, durdu qoşunun müqabilində. Ömər Səd Məluna dedi, ey Sədin oğlu Ömər, aya Allahdan qorxmursan, aya Allahın razılığını istəmirsən, ey qəlbi kör, aya Peyğəmbəri mülahizə etmirsən. O məlun isə cavabında belə dedi, ey Qasım, təkəbbürünüzdən əl çəkməyəcəksiniz, aya Yezidə itaət etməyəcəksiniz. Cənab-ı Qasım dedi, Allah sənə xeyir verməsin, ey məlun. İslam iddiası edirsən və halın ki, Peyğəmbərin bağları susuz qalıblar. İstinin, susuzluğun şiddətindən dünya gözlərinə qaranlıq görsənir. Cənab-ı Qasım bir qədər meydanda durdu, gördü, heç kəs onun mübarizəsinə gəlmədi. Bəs qayıtdı ərusun xeyməsinə tərəf. Eşitdi ki, əmisi qızı belə deyib ağlayır.
Kurban olum o gül üzlü yüzüne em oğlu. Eşkin edecekdir beni avara em oğlu. Hara bakıram birce nefer da yeten yok. Ne kavmi ne ashab ne çare edim em oğlu. Cenab-ı Kasım Arus'a dedi, emi kızım haberdar ol ki geldim senin yanına. Arus Kasım'ın sesini eşitecek. İhtiyarsız durup kollarını saldı Kasım'ın boynuna dedi, merhaba aziz emi oğlum, hem dedirəm bir olan Allah'ıma ki ölmemiş senin üzünü bana gösterdi. Arus istedi Kasım'la bir kadar razı niyaz etsin. Cenab-ı Kasım dedi, əmi qızım, əyləşmək və razı niyaz etmək vaxtı deyil. Çünki bu kafirlər mübariz istəyirlər. Bəs Ərusu vida edib yenidən atına süvar olub gəldi meydana. Səhvlərin, yəni ləşkərin qarşısında bir at dolandırıb mübariz istədi və dedi. Bugün belə heydarana cəng edərəm. Ki dünyanı bu ləşkərə tən gedərəm. Və leykən məni can verəndə atam, oğulsuz əmmə veribdir qulam. Bu söylət ilə cahan edərəm xərab. Nə edim qalıbdı qəlbimdə bir istirab. Gəlir xeymələrdən ərusumun səsi. Qərarımı əldən alıb naləsi, alıb əlinə zülfünü ağlayır, qolumu o zülfləri ilə bağlayır. Deyir ərusiyəm, nurəsəm, ey xuda, yetir qasimimi, bir kəsimi, ey xuda. Tutublar toy mənzarə, bəzənmiş xonçalar qarə. Gözüm əzdədi dildara, ərusumdur qara məzər. Əgər zahidə damadəm, istəmlə xanə bərbadəm. Yetiməm qəlbin aşadəm, alıbdır canımı qəmlər. Tutublar yas otağımda, xəzanəm cavan vaxtımda. Anam ağlar otağımda, səpər öz başına küllər. Qalıb qəlbimdə çox mətləb, cavanam rəhəm elə yarəb. Ahlaqlar bibim Zeynəb, tökər göz yaşı üçün göhər. Cenab-ı Kasım xülasə buyurdu. Mənəm Kasım ki, Əli nəslindənəm, and olsun Allahın beytinə ki, biz Peyğəmbərin yaxınlarıyıq. Sonra Cenab-ı Kasım mübariz istədi. Əvvəl Kasımın meydanına bir pəhləvan gəldi ki, 1000 atlıya bərabər idi. Cenab-ı Kasım onu cəhənnəmə vasil etdi. Bəs o məlunun 4 dilavər oğlu var idi. Onlar bir meydana gəlib Cenab-ı Kasımın əlində cəhənnəmə vasil oldular. Bəs Kasım özün vurdu düşmən qoşununa, bir qədər dava edib, zəiflik ona arız oldu, istədi xeymələrə qayıtsın. Əzraq Şami məlun Kasımın qarşısını kəsib belə bir rəciz dedi. Bahar işimi etdim bugünü xəzan Kasım, xarab olum gözümə tağı asiman Kasım. Gəlibdi təngə qoşun zərbi dəstindən, yoxumdu arı verəm bugün sənə aman Kasım. Alımın o ilə ki səndən ölənlərimin qanın, su kimi yerisin Kərbəlada qan Kasım. Cenab-ı Kasım o məluna belə cavab verdi. Xəyal edirsən özün pəhləvan əzraq, hesab etmə məni hünərsiz cavan əzraq. Bu rəzmə girən vaxtda Cəbrail əmin, düşüb qabağa mənə nişan verir düşməni əzraq. Babamdır Saqı Kəvsər Əli Vəliyullah, atam İmam Həsən zəhri ilə yanan əzraq. Demə susuzam dodaqlarım quruyub,
Alıbdı taqətimi əldən taqətsizə məzraq. Bu halıma baxma, bu hal ilə səni zəbun edərəm bu Kərbəlada xəşimlə əzraq. Əzraq məlun Cənab-ı Qasimin bu sözlərindən acıqlanıb dedi: Ey cavan, əvvəl vur o kəsərli qılıncığı. Nə qədər ki, mən sənin bu səhrada qanığı tökməmişəm. Cənab-ı Qasım buyurdu, biz davada həmişə fürsəti düşmənə veririk. Məlun mənə necə qılınc vuracaqsan vur. Nə qədər ki, qoluvun qüvvəti var gücün ilə qılıncını mənə vur. Mənə minnət qoyma, o məlun hazırlaşdı ki, Cənab-ı Qasımı vursun. Cənab-ı Qasım qalxanını çəkdi başına. Əzraq məlun meydanın bir sağına və bir soluna at dolandırıb Qasımə tərəf gələndə görün nə oldu. Bu halı görüb xasvam ağladı, baxıb təllin üstdən imam ağladı. Dedi ilahi yetişkinen halime, Qasım-ı köməksizdir, çatı sən onun dadine. Bu məlun içib su tapıb qüvvəti, susuzdur balamın qalmayıb taqəti. Şəhid etmək istəyirlər zibde-i Nasimi, bu davada xar eyləmə Cənab-ı Qasimi. Bəs Həzrət buyurdu, bacı Zeynəb, dul övrətləri, yetim uşaqları buraya yığ, mən dua edim. Siz əmin deyin ki, Qasım çox qəvi bir pəhləvanla döyüşür. Gəlin sizə yoğun dağı görənlər, gəlin ey taze qardaş ölənlər. Sifariş eyleyin taze gəlinə, Səkinənin əlini alsın əlinə. Ucalsın naləsi ərşi Xudaya, İki bacı götürsün əl duaya. Deyin Leyla'ya Əfqanı ərşə salsın, Başına Əkbərin Qur'anın alsın. Ki Həzraq bir bəlayı nagahandır, Minatlıya bərabər pəhləvandır. İmam Hüseyin aleyhisselam da dua edirdi. Əhl-i Beyt amin deyirdi. Amma xeymə içində bir amin deyən səs gəlirdi ki, ürəkləri yandırırdı. Cənab-ı Səkinə xeyməyə daxil olub gördü. Ərus biçarə, zülflərin pərişan edib, əlinə alıb bir Qur'an, üzün dərgah ilahiyyət tutub, əmisi oğluna belə dua edir. Xudaya bu ağlar gözlərim, bu pərişan zülflərim hörmətinə, qərib əmim oğluna rəhm elə, zalim əlində onu məğlub eləmə. Zaru əzinəm xayr məluləm, Taze gəlinəm rəhm eylə Allah. Tənhay köməksiz, qəmlə yəriyətsiz, Toyum olub yaz, rəhm eylə Allah. Edirəm əraz, toyum olub yaz, Ölübdür Əbbas, rəhm eylə Allah. Halım biləydim, üzün görəydim, Görüb öləydim, rəhm eylə Allah. Bu tərəfdə isə Cənab-ı Səkinə belə dua edirdi. Ya Rəbb amandır, əşkim rəvandır, Qasım cavandır, rəhm eylə Allah. Yoxdur atası, ağlır anası, Qandır hanası, rəhm eylə Allah. Nəsli həsəndi, rəxdi kəfəndi, Çün kürəkəndi, rəhm eylə Allah.
gedib əsasim, var iltimasim, susuzdu Qasım, rəhm eylə Allah. Cənab-ı Qasımın anası isə belə dua edirdi. Könlüm doluyubdu, gülşən soluyubdur, ey Əkbər ölübdür, rəhm eylə Allah. Yox bir havada yar, oğlum qalıb xayar, ölüb ələmdar, rəhm eylə Allah.